Deməli dostlar, son illərdə bilirsiniz ki, ən çox gözdən düşən peşələrdən biri də müəllimlik peşəsidir. Baxmayaraq nə qədər imtahanlar filan yaxşılarından uzaq, amma bu peşə ilə bağlı da nələr olmadı ki, və indi təqdim edəcəyim məsələ nədir? 240 nömrəli məktəb var Bakıda. Onun direktoru və direktor müavini Esmira Məmmədova və direktor müavini Arifə Məmmədova. Bu şəxslərə məxsus 2 avtomobil, deməli, oranın texniki işçiləri, əməkdaşları tərəfindən bunların maşınları yuyulurmuş bu şəxslərin və məsələ ilə bağlı Bakı şəhər təhsil idarəsi belə bir məlumat yayıb ki, məktəb direktoru barəsində məktəbin fəaliyyət sahəsinə uyğun olmayan hallara yol verdiyinə görə qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Amma ən maraqlısı bilirsiniz nədir? Esmira Məmmədova, yəni məktəbin direktoru, deməli, bundan əvvəl də başqa məktəbdə çalışanda, daha dəqiq desək, Şəmkirdə çalışanda adı bir çox qalmaqallarda hallanıb. Belə ki, onun 6 nəfərdən 2500-3000 manat civarında pul alaraq məktəbdə texniki işə düzəldəcəyi vədini verdiyi, lakin bu vədi yerinə yetirməyərək bölgəni tərk etdiyi bildirilir. Oxazın məlumatıdır və pulu geri tələb edən şəxsləri isə aylarla hazırda yoxdur. Sonra qaytaracam cavabını verir və digər diqqət çəkən məqam odur ki, Esmira Məmmədovanın iddia edilən qalmaqallı açıqlamaları olub, onun yaxın çevrəsində hesabımı vermişəm, sentyabrda yenidən direktor vəzifəmə qayıdacam. Mətbuat nə yazır yazsın, hər şeyin qiyməti var, verirsən işin həll olunur kimi ifadələr işlətdiyidir və maraqlısı da budur ki, Esmira xanımın dediyi öz, necə deyərlər, yerini tapır. O hələ də həmin vəzifəsini davam etdirir. Yəni Şəmkirdən sonra indi də Bakıda məktəb direktoru kimi çalışır və uğurlar arzu edirik gələcək fəaliyyətində.